Hər vaxtınız xeyir. İnternet deyəndə ağlınıza ilk nə gəlir? Yəqin ki, saytlar, sosial şəbəkələr, videolar. Amma əslində, bütün bunların arxasında bizim görmədiyimiz, dayanmadan davam edən böyük bir söhbət var. Sanki gizli bir dil. Bax, bugün biz məhz o dilin, yəni şəbəkənin əsaslarını bir hakerin gözü ilə anlamağa çalışacağıq. Elə isə başlayaq. Baxın, mənbəmizdə də çox gözəl deyilir. Haker bacarıqları super gücə sahib olmaq kimidir. Amma hər super güc kimi bunun da öz məsuliyyəti var, öz riskləri var. Gəlin görək, bu güc əslində nə deməkdir və biz bu məsələyə bir ağ papaq hakerin, yəni yaxşıların tərəfindən necə baxmalıyıq? Deməli, hər hansı bir söhbətin başlaması üçün nə lazımdır? Əlbəttə ki, kiminlə və harada danışdığını bilmək. İnternetin bu gizli dilində də qayda eynidir. Hər şeyin təməlində ünvan dayanır. Təsəvvür edin ki, internetə qoşulu olan hər bir cihazın, lap elə sizin eviniz kimi təkrar olunmaz bir ünvanı var. Bax, bu ünvana biz IP ünvanı deyirik. Tam olaraq bir binanın küçə ünvanı kimidir. Məlumatlar bir məktub kimidir və bu məktubun doğru ünvana, doğru binaya çatması üçün IP ünvanı şərtdir. İstər kompüteriniz olsun, istər telefonunuz, istərsə də hansısa bir server. İnternetdə olan hər şeyin özünə məxsus bir IP ünvanı var. Yaxşı, məktubumuz doğru binaya gəlib çatdı. Bəs sonra? Binanın içində hansı mənzilə getməlidir? Məhz bu məqamda da portlar işə düşür. Yəni, əgər IP ünvanı binanın özüdürsə, port da həmin binadakı konkret mənzilin nömrəsidir. Belə düşünün, siz bir veb-sayta baxmaq istəyəndə məlumatlarınız adətən 80 nömrəli mənzilə, yəni 80-ci porta gedir. Hər xidmətin öz qapı nömrəsi var. Deməli, artıq kimin harada olduğunu, yəni ünvanları bilirik. Amma bu, söhbət üçün kifayət deyil, elə deyilmi? Bir-birimizi başa düşmək üçün ortaq bir dil, ortaq qaydalar lazımdır. Gəlin indi də bu söhbətin qrammatikasına, yəni cihazların bir-biri ilə necə danışdığına baxaq. Bu qaydalar toplusuna biz texniki dində protokol deyirik. Çox sadədir. Protokol sadəcə ünsiyyət üçün hamının razılaşdığı qaydalardır. Necə ki, biz danışanda qrammatika qaydalarına əməl edirik ki, fikrimiz aydın olsun, cihazlar da bir-birini anlasın deyə TCP/IP kimi protokollara riayət edir. Bütün internet demək olar ki, bu qaydalar üzərində qurulur. Bax, bu gördüyünüz internetdəki demək olar ki, hər etibarlı bağlantının başlanğıcıdır. Biz buna TCP-nin üç tərəfli əl sıxması deyirik. Çox sadə bir salamlaşma prosesidir əslində. Təsəvvür edin, birinci cihaz deyir, salam, səninlə danışmaq istəyirəm, bu SYN paketidir. İkinci cihaz cavab verir, salam, əlbəttə, mən də hazıram, bu da SYN/ACK. Və nəhayət, birinci cihaz təsdiqləyir. Super, onda başlayaq. Bu da ACK. Vəssalam, bağlantı quruldu. Yaxşı, bura qədər hər şey aydındır. Ünvan var, qaydalar var, salamlaşma var, amma bütün bunlar bizim üçün görünməzdir, elə deyilmi? İndi gəlin məsələyə biraz fərqli, biraz da haker gözü ilə baxaq. Bəs əgər desəm ki, bu görünməz söhbətləri əslində dinləmək, izləmək mümkündür? Ağlınıza yəqin ki, belə bir sual gəlir. Necə yəni? Havada uçuşan bu rəqəmsal siqnalları, bu söhbətləri necə görmək olar axı? Cavab isə bizi birbaşa hakerlərin ən təməl alətlərindən birinə aparır. Bu texnikanın adı şəbəkə trafikini izləmə. İngiliscə buna sniffing deyirlər. Təsəvvür edin ki, bir otaqdasınız və otaqdakı bütün pıçıltıları, hətta ən gizli olanları belə eşidə bilirsiniz. Sniffing də məhz budur, şəbəkədəki bütün məlumat axınını dinləmək, onu tutmaq və analiz etmək. Baxın, Wireshark kimi proqramlar şəbəkəni dinləyəndə qarşımıza çıxan mənzərə təxminən belə bir şeydir. Bu cədvəl bizə hər şeyi deyir. Nə vaxt, hansı IP ünvanından, hansı IP ünvanına, hansı protokolla nə məlumat gedib, hətta fikir verin, son 3 sətrə, SYN/ACK, ACK. Tanış gəldi, elə deyilmi? Bu, bir neçə dəqiqə əvvəl danışdığımız o məşhur əl sıxma prosesinin ta özüdür. Yəni bir haker bütün bu danışıqları bax beləcə canlı-canlı izləyə bilir. Amma təbii ki, sadəcə izləmək kifayət deyil. Bu, sadəcə ilk addımdır. Əsas məsələ gördüklərini anlamaq və zəif nöqtələri tapmaq üçün təhlil etməkdir. Unutmayın ki, əgər bir şeyi görə bilmirsənsə, onu təhlil də edə bilməzsən. Görünürlük hər şeyin başlanğıcıdır.
Yaxşı, bəs bir haker və ya təhlükəsizlik mütəxəssisi bu trafikə baxanda konkret olaraq nə axtarır? Onun bir növ yoxlama siyahısı var. Məsələn, baxır ki, sistemdə açıq qapılar, yəni lazımsız açıq portlar varmı? Bəlkə də parollar və ya digər həssas məlumatlar heç şifrələnmədən açıq-aşkar göndərilir, ya da bəlkə sistem çox köhnə təhlükəsizlik boşluqları ilə dolu protokollarla işləyir. Bunlar potensial hücum nöqtələridir. Və beləcə, gəlib yenidən iç başdakı mövzuya çıxırıq, məsuliyyət məsələsinə. Gördüyünüz kimi, şəbəkəni anlamaq həqiqətən də bir super gücdür. Amma bu güc sadəcə texniki bacarıqdan ibarət deyil. Bu, həm də özü ilə çox böyük bir məsuliyyət gətirir. Mənbəmizdəki bu sitat, məncə hər şey mükəmməl izah edir. Ağpapaq haker sadəcə bir texniki mütəxəssis deyil. O, həm də internetdəki məlumat azadlığının, insan haqlarının bir növ keşikçisidir. Yəni, bu bacarıqlar qırmaq üçün yox, əksinə qorumaq, müdafiə etmək və daha təhlükəsiz bir rəqəmsal dünya qurmaq üçündür. Gəlin bu söhbətimizi son bir sualla yekunlaşdıraq. Əgər biz interneti həqiqətən də bütün dünyanın iştirak etdiyi nəhəng bir söhbət kimi qəbul ediriksə, o zaman özümüzə bu sualı verməliyik. Bu söhbətdə kimin səslərini, kimin məlumatlarını qorumaq bizim borcumuzdur. Unutmayaq ki, şəbəkə təhlükəsizliyi sadəcə kodlardan, protokollardan ibarət deyil. Bu, hər şeydən əvvəl insanlarla bağlı bir məsələdir.